Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin həyatı ilə bağlı dərslərimiz davam edir. Bugün biz sizə müşriklərin Peyğəmbər sallallahu aleyhi və səlləmə və onun sahabələrinə verdiyi əziyyətlərdən danışacaq. Demək, Rasulullah sallallahu aleyhi və səlləm İslamı dəvət etdiyi vaxtlarda müşriklər arasında ona hörmət edən insanlar da var idi. Lakin digər müşriklər onları qızışdırırdılar, hədələyirdilər və Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı qaldırırdılar. Onlardan biri də Əbu Muayt idi. Əbu Muayt çox mülayim insan olur. Və Rasulullah sallallahu aleyhi və səlləmə qarşı gözəl rəftar edir. Onunla xoş münasibət qurur. Ona heç bir əziyyət vermir. Və bu müşriklərin xoşuna gəlmir. Əbu Muaytin bir sevimli dostu olur, yaxın, əziz dostu. Müşriklər gəlib onun dostuna şikayət edirlər ki, sənin dostun Muhammədi dəstəkləyir. Muhammədə qarşı çıxmır. Onunla gözəl rəftar edir. Bəlkə sən onunla danışasan. Bu yoldan onu çəkindirəsən. Dostu gəlir Əbu Muaytin yanına. Deyir ki, Qureyşlər səndən narazıdır. Elə eləyəcəksən ki, axırda hamı səndən üç çevirəcək. Heç kəs səninlə iş görməyəcək. Bütün ticarət əlaqələrini kəsəcək. Hədəliyir onu. Əbu Muayt çarəsiz qalır. Deyir, mən neyniyim ki, Qureyşlər məndən razı qalsın. Dostana deyir ki, Qureyşlərin tələbi belədir. Gedirsən Muhammedin yanına, onun üzünə tüpürürsən və onu təhqir edirsən, söyürsən. Əbu Muayt Qureyşləri razı salmaq üçün belə də edir. Gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, onun üzünə tüpürür, onu təhqir edir, söyür və çıxıb gedir. Gedərkən Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, ey Əbu Muayt, əgər mən səni Məkkə dağlarının kənarında tutsam, öldürəcəm. Yəni ona vəd verir ki, onu öldürəcək. Üstündən bir neçə il keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət edir. Nəhayət Bədr döyüşü olanda müşriklər o döyüşə çıxarkən Əbu Muaytə deyirlər ki, gəl sən də bizimlə gedək. Əbu Muayt deyir, yox. Muhammed söz verib ki, məni tutsa öldürəcək. Deyir, qorxma. Gəl, ən bərk qaçan heyvan, minik heyvanını sənə verərik. Neysə olsa qaçarsan, canını qurtararsan. Nəhayət Əbu Muayt Bədir döyüşündə 70 nəfər əsir düşən müşriklərlə bir yerdə əsir düşür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu görəndə deyir, yadındadır mən sənə nə demişdim? Əbu Muayt deyir ki, bu qədər əsirlərin içərisində ancaq məni öldürəcəksən. Deyir, bəli, mən vəd vermişəm, söz vermişəm, sözümün üstündə duracam. Və Əbu Muaytı öldürür. Ondan qisasını alır. Onda ayələr nazil olur. Əl-Furqan surəsinin 27, 28, 29-cu ayələri. Diqqət edin ayələrə. Bu ayələr təkcə Əbu Muaytə yox, Əbu Muaytə bənzəyən hər kəsə aiddir. Həmin gün, yəni qiyamət günü, zalım kimsə barmaqlarını dişləyərək deyəcək, kaş Peyğəmbərin yolunu tutub gedəydim. Vay halıma, kaş filan kəsi özümə dost tutmayaydım.
haqq mənə çatdıqdan sonra o məni haqq yoldan saptırdı. Həqiqətən şeytan insanı tənha qoyub qaçandır. Diqqət edin, əziz müsəlmanlar. Bu ayələr hər bir yanında pis dostu olub onu yoldan çıxardan kimsəyə aiddir. İndidən düşünün. Yanınızdakı pis dostları təmizləyin. Elə olmasın ki, qiyamət günü peşman olub deyəsiniz ki, o məni azdırdı, o mənə deyirdi, gedək şərab içək, zina edək, oğurluq edək, adam öldürək və s. və s. Bunu əvvəlcədən düşünmək, götür-qoy etmək və haqq yola qayıtmaq lazımdır. İkinci növ əziyyət müşriklərin Peyğəmbər sallallahu aleyhi və səlləmə atdıqları böhtanlardır, yaxdıqları şərlərdir. Və bunlar da hamısı Quran ayələri ilə öz təsdiqini tapıb. Diqqət edin, Furqan surəsinin 5-ci ayəsi. Ey özünə zikr nazil olan adam, doğrudan da sən dəlisən. Fikir ver. Peyğəmbər sallallahu aleyhi və səlləmə dəli deyirdilər. Qaf surəsi 4-cü ayə. Bu, keçmişdəkilərin nağıllarıdır. O bunu kimdənsə köçürüb. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm ittiham edirdilər ki, güya Quranı köçürüb. Və nəhayət, üzr istəyirəm, 1-ci ayə Hicr surəsinin 6-cı ayəsidir, ikincisi Furqan surəsinin 5-ci ayəsi, üçüncüsü Qaf surəsinin 4-cü ayəsidir. Onlara öz aralarından xəbərdarlıq edən bir Peyğəmbər gəldikdə təəccüb etdilər və dedilər, bu yalancı bir sehirbazdır. Diqqət edin, dəli, yalancı, sehirbaz, köçürdüb. Bu ittihamları bugünkü gündə biz eşidə bilərik. Kimsə bizim haqqımızda desin ki, o dəlidir, Quranı köçürüb, əvvəlkilərin nağılları, sehirbaz və s. belə şeylər deyə bilərlər. Buna fikir vermək lazım deyil. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyət veriblərsə, biz kimik ki, o imtihanlardan keçməyək? Həmçinin əziyyətlərdən müsəlmanların malını qəsb etmək idi. Demək, müşriklər müsəlmanları Məkkədən qovarkən onların malını əlindən alıb özlərini heç nəsiz Məkkədən çıxarırdılar. Və Məkkədə olarkən belə bir qism müsəlmanlar öz mallarını müşriklərdən ala bilmirdilər. O hadisələrdən biri Xabbab ibn-i Arat radiyallahu anh başına gəlir. Deməli, Xabbab dəmirçi olur və As ibn-i Vail üçün qılınc və s. düzəldir. O da ona borclu olur, nə qədər pul borclu olur, vermir. Axırda gəlir, deyir ki, nə vaxt mənim borcumu qaytaracaqsan, utanmırsan sən. Ayıb deyil sənə. O da gülə-gülə istehza ilə deyir ki, demirsiniz ki, ölüb dirilmə var. Mən ölüb diriləndən sonra mənə çoxlu var dövlət veriləcək. Onda gələrsən yanıma, sənin borcunu qaytararam. Diqqət edin, ölüb dirilməni istehza edir. Axirət gününə istehza edir. Bu açıq aydın küfrdür. Və onda Allah Subhanahu Teala Məryəm surəsinin 77-ci ayəsindən 80-ci ayəsinə qədər nazil edir. Ayələrimizi inkar edib, mənə hökmən var dövlət, övlad veriləcək deyən adamı gördünmü? Olmaya o qeybdən xəbəri var idi. Yoxsa mərhəmətli Allahdan vəd almışdı. Xeyr, biz onun dediyi bu küfür sözləri yazacaq, onun əməl dəftərinə və onun əzabını qat-qat artıracaq. Deməli, bu ayədən aydın başa düşülür ki, kim axirəti inkar etsə, ölüb dirilməni inkar etsə, desə ki, boş şeydir, ancaq bu dünyadadır nə varsa, o dünya yoxdur. Adam dindən çıxmış olur və əzaba düçar olacaq. Həmçinin
müsəlmanlara verdikləri əziyyətlərdən biri də onlara gülmək, onlara istehza etmək. İndiki gündə, hazırki günümüzdə də bunlar var, müsəlmanlara istehza edənlər. Amma Allah Subhanahu Quranda görün nə deyir? Onlar istehza edərkən bu ayələr nazil olur. Mutaffifin surəsinin son ayələridir. Doğrudan da günahkarlar iman gətirənlərə gülürdülər. Onların yanından keçdikdə bir-birlərinə gözqaş edirdilər. Onları ələ salırdılar, istehza edirdilər. Və öz aralarında bunlar həqiqətən də azğın adamlardır. Səhv yol tutmuş adamlardır. Hər zaman belə olub. Nuh Aleyhisselamın zamanında da belə olub. İndiki zamanda da belə şeylər var. Ancaq nəticə əsas odur ki, axırı necə olacaq? Ayələrin axırına baxın. Bu gün isə, yəni qiyamət günü, iman gətirənlər kafirlərə güləcəklər. Onlar cənnətdə taxtlar üstündə bir-birinə baxacaq və kafirlər doğrudan da cəzalarına çatdılar deyəcəklər. Sad surəsində isə kafirlər özləri etiraf edir. 62-ci, 63-cü ayələridir. Cəhənnəmə daxil olduqdan sonra baxırlar ətrafa, boylanırlar, görürlər ki, o istehza elədikləri adamlardan heç biri yoxdur cəhənnəmdə. Öz aralarında bir-birlərinə deyirlər ki, nə olub bizə? O istehza elədiyimiz dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük. Yoxdular. Hamısı cənnətdədirlər. Biz onları haqsızcasına məsxərəyə qoyurduq. Etiraf eləyəcəklər. Ancaq sonraki peşmançılıq gecdir. İndidən gərək haqq yola gəlsinlər. Həmçinin müsəlmanlara olan əziyyətlərdən də biri onların təkəbbürlü etməsi, inadkar olmalarıdır. Yəni, haqqı qəbul etməmələri, bilərəkdən haqqa batil donu yendirmələri. Deməli, bir gün kitab əhlindən birisi Kəb Əl-Əşraf müşriklərin yanına gəlir. Müşriklər ona deyir ki, bu Muhammed haqqında nə deyə bilərsən? İddia edir ki, Allahdan ona nəsə nazil olur, haqq yol Allahın yoludur və s. Kəb bilərəkdən bilir ki, Muhammed sallallahu aleyhi və səlləm sonuncu peyğəmbərdir. Onların kitablarında da yazılıb. Lakin təkəbbürlüyündən, inadkarlığından dolayı müşriklərə deyir ki, siz ondan daha xeyirlisiniz. Siz haqq yoldasınız. Onda Allah subhanahu teala bu ayələri nazil edir. Doğrusu sənə ədavət bəsləyənin özü sonsuzdur. Müşriklər onu sonsuz adlandırırlar. Sonra o biri ayələr, Ən-Nisa surəsində olan ayələr, kitabdan pay verilmiş kimsələri görürsənmi? Kitab əhlini, həmin o Kəb'i qəsd edir. Özləri sehir və tağuta inanmaqla yanaşı, diqqət edin, kitab əhli cadu sehirlə məşğul olurdu o dövrdə. Hələ bir kafirlər üçün də bunlar möminlərdən daha doğru yoldadırlar deyirlər. Bu da təkəbbürlükdən, inadkarlıqdan irəli gəlir. Onlar Allahın lənətlədiyi kimsələrdir. Allah kimi lənətləyərsə ona heç bir yardımcı tapa bilməzsən. Həmçinin bir qədər əvvəl adını qeyd etdiyimiz o kafirlər, müşriklər o qədər azğınlaşırlar ki, axırda Peyğəmbər sallallahu aleyhi ve sellem bəddua edir. Deyir ki, Allahım, onlara Yusufun, yəni Yusuf Peyğəmbərin aleyhissalamın zamanındakı quraqlıq kimi quraqlıq göstər. Və Allah subhanahu teala Peyğəmbər sallallahu aleyhi ve sellemin duasını qəbul edir. Və Qureyşlərə uzun müddət quraqlıq nəsib olur. Hətta elə vəziyyət gəlib satır ki, onlar yoldan
səhradan tapdıqları sürsümüyü qaynadıb, onun suyunu içirlər ki, azından ölməsinlər. Axırda gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə yalvarırlar ki, Rəbbinə dua et, bizi bu əzabdan qurtarsın. Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir. Onlar söz verirlər ki, Allah bizi bu əzabdan qurtarsa, biz onun yoluna gələcəyik. Lakin sözlərin üstünə durmurlar. Və bu təkəbbürlü inatkarlıqdan dolayı yenə öz bildiklərini edirlər, yenə küfür, şirk etməyə davam edirlər. Necə ki, Quran-ı Kərimdə ayədə Allah Subhanahu deyir, onlar gəmiyə minib, dənizə çıxırlar. Dəniz fırtına, təlatüm içində olanda tək Allaha yalvarırlar ki, Allah onlara kömək eləsin. Əyaqları quruya dəyən kimi yenə Allaha şirk, küfür etməyə davam edirlər. Növbəti mövzuda deyilir ki, müşriklər bu əziyyətlərlə, təhqirlərlə, söyüşlərlə, təkəbbürlükləri ilə Peyğəmbər sallallahu aleyhi və səlləmi yolundan döndərə bilmədiklərini görəndə başqa vasitələrə əl atmağa başlayırlar. Deməli, o vasitələrə əl atmağa başladıqda Allah Subhanahu ayə nazil edir Peyğəmbər sallallahu aleyhi və səlləmə ki, yalancılara itaət etmə. Fələ tuti'il mükəzzibin. Yəni, bu kafirlər, müşriklər hamısı yalancıdır. Onların dediyi ilə oturub durma. Onların istəklərini yerinə yetirmə. Və onlara nə etsən də xeyri yoxdur. Yenə öz bildiklərini eləyəcəklər. Bax, əsas budur. Hətta Müminun surəsində ayədə Allah Subhanahu nə deyir? Onlardan birinə ölüm gəldiyi zaman İzə cəə əhədhumul mevt qalə Rabbi irci'un. Onlardan birinə ölüm gəldiyi zaman deyir ki, məni, ey Rəbbim, bu həyata qaytar. Ləalli ə'məlu salihən. Yaxşı işlər görüm. Qayıdım, namaz qılacam, oruç tutacam, zəkat, sədəqə verəcəm, yaxşı işlər görəcəm, adam öldürməyəcəm, içki içməyəcəm, zina etməyəcəm. Vəd verir ki, belə edəcəm, ancaq Allah Subhanahu onun cavabında nə deyir? Yəni, mələklər ona nə deyir? Kəllə innə kəlimətun huvə qailuhə və min vəraihim bərzaxun ilə yevmi yub'asun. Bu, onun danışdığı boş sözlərdir. Yəni, dünyaya qayıtsa, yenə öz bildiyini eləyəcək. Artıq geriyə yol yoxdur. Artıq onu qarşıda bərzaq aləmi gözləyir. Qəbr əzabı. Odur ki, indidən düşünmək lazımdır. Deməli, bu müşriklər, kafirlər təkəbbürlü edir və haqqı qəbul etmirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onları vəsf edir. Görün, necə vəsf edir? Deyir ki, Allah nifrət edir. İnnəllaha yubğid. Allah nifrət edir. Kimə? Hər bir təkəbbürlüyə, özündən razı olana, bazarlarda qışqır-bağır salıb haqsızlıq edənlərə, ölçüdə, çəkidə insanlara aldadanlara, kəf gələnlərə, gündüzləri heyvan kimi işləyib, gecələri uzun qulaq kimi yatanlara, fikir verin, necə vəsf edir onları. Və dünya işlərini çox gözəl bilən, dünya işlərində təcrübəli olub, axirətdə isə qafil olanlar. Yəni, o insanlar ki, dünyavi işlərdə baxarsan ki, hər şeydən başa çıxır. Ancaq axirət barədə heç bir şeydən xəbəri yoxdur. Nə haqq hesaba çəkiləcəyini düşünür, nə cənnət, cəhənnəm barədə düşünür, nə qəbir aləmi barədə düşünür. Ona görə də Allah Subhanahu onları həm qəbirdə, həm də axirətdə çox şiddətli əzaba məruz qoyacaq. Deməli, bu müşriklər əvvəlcə gəlirlər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına ki, onu yoldan çıxarsınlar. Deyirlər ki, gəl belə eləyək.
bir gün sən bizim bütlərimizə ibadət et, bir gün də biz sənin Rəbbinə ibadət edək. Rasulullah sallallahu aleyhi ve sellem düşünməyə başlayır ki, bəlkə belə olsa onlar haqq yola gələr. Amma belə etmək olmaz axı. Belə etmək olmaz, çünki bir dəqiqəlik belə şirk küfür etmək olmaz. Allahın yolundan çıxmaq olmaz. Allah subhanahu alədən ona ayələr nazil olur. Və o müşriklərə, kafirlərə deyir ki, ey kafirlər, mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim mənə aiddir. Kafirun surəsi. Və digər bir ayədə Allah subhanahu teala ona yadına salır ki, biz səni qoruduq ki, onlara meyil etməyəsən. Fikir verirsinizmi? Aldatmaq istəyirdilər. Allah onu qoruyur. İkinci, müşriklərin Peyğəmbər sallallahu aleyhi və səlləmi yenmək üçün, üstələmək üçün düşündükləri hilə gəlib deyirlər ki, bizə möcüzə göstər. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, neyniyim? Nə istəyirsiniz? Deyir ki, Səfa dağını elə ki, qızıldan olsun. Allah subhanahu istəsə, edərdi onu. Ancaq şərt qoyur Allah subhanahu. Deyir ki, Səfa dağını qızıl etdikdən sonra onlar əgər yenə küfür, şirk etsələr, hamısının kökünü kəsəcəm. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem razılaşmır. Yəni, ümid edir ki, onlar nə vaxtsa haqq yola gələrlər. İslamı qəbul edərlər. Bu da onun ümid etdiyi kimi, yəni güman etdiyi kimi doğru çıxır. Məkkənin fəthi günü hamı İslamı qəbul edir. Yəni, Rasulullah sallallahu aleyhi ve sellemin mərhəməti sayəsində onlar həyatda qalır. Yoxsa Allah subhanahu Səfa dağını qızıla çevirərdi. Sonra onlar iman gətirmədikdə hamısını məhv edəcəkdi. Növbəti onların tələbi ayın iki yerə bölünməsidir. Bax, bunu istədikdə artıq Allah subhanahu heç bir şərtsiz o möcüzəni ona göstərir. Peyğəmbər sallallahu aleyhi ve sellem sadəcə barmağı ilə belə işarə edir və ay iki yerə bölünür. Bu xüsusda Quran-ı Kərimdə ayə də var. İqtarabatəs-səə və inşəqqəl qamər. Qiyamət yaxınlaşdı və ay iki yerə bölündü. Yəni, bu hadisə artıq baş verib. Bu möcüzəni Allah subhanahu artıq göstərib. Və ayənin davamında nə deyir? Və in yərəv əyətən yu'radu və yəqulun sihrun istəmir. Onlar gözləri ilə bu möcüzəni görsələr də, yenə inatkarlıq, təkəbbürlü edib deyirlər ki, bu bir sehirdir. Bizi gözümüzü bağlayan bir sehir. İnanmırlar. Başqa bir ayədə Allah subhanahu deyir ki, göy yarılsa, açılsa, gözləri ilə haqqı görsələr belə, yenə iman gətirməzlər. Bax, bu müşriklərin, kafirlərin təkəbbürlüyü, inatkarlığıdır. Həmçinin müşriklərin Peyğəmbər sallallahu aleyhi ve selləmi susturmaq üçün ona verdikləri bəzi suallar. O suallardan biri də ruh haqqında soruşmalarıdır. Gəlib ondan ruh haqqında soruşurlar, onu yoxlamaq üçün. Kitab əhli müşrikləri öyrədir ki, gedin ondan ruh haqqında soruşun. Əgər ruh haqqında açıqlama versə, deməli o Peyğəmbər deyil. Çünki heç bir Peyğəmbərə ruh barədə açıqlama verilməyib. Ruhun nə olduğunu heç kəs bilmir. Və ruh haqqında Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşurlar. Əyyəsəlunəkə anir ruhi, qulur ruh min əmr Rabbi. Səndən ruh barədə soruşurlar. De, ruh Rəbbimin əmri altındadır. Rəbbimin istəyi altındadır. Və mə utitu minəl ilmi illə qalilə. Ruh barəsində yalnız sizə az bir elm verilib. Yəni, biz sadəcə bilirik ki, ruhu Allah subhanahu əmr edir, mələk gətirir və insan ana bətnində olanda 4 aylığında, 120 günündə ona üfürür. Ondan sonra insan canlanır. Vəfat eləyəndə də yenə ölüm mələyi gəlir, o ruhu bədəndən çıxarır və
qalxır göyə, sonra qəbrə qoyulduqda yenidən qayıdır onun cəsədinə. Bundan artıq bizim ruh barədə heç bir məlumatımız yoxdur. Dördüncü, bunların, müşrik kafirlərin hilələri mübahisə etmələridir. Yəni, indi də görürsünüz, müşriklər, kafirlər, münafiqlər Quran-ı Kərimdə ayələri öz ağlı ilə yozaraq, güya Quran-ı Kərimdə nöqsanlar tapıb insanları yoldan çıxarmağa çalışırlar. Onların qəlbinə şübhə salırlar. Halbuki, Quran-ı Kərim açıq, aydın, aşkar, başa düşülən tərzdə nazil olub. Sadəcə onu başa düşənlərə Allah Taala doğrunu göstərir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah subhanahu teala sevdiyi bəndəsinə bu dini öyrədir. Yəni, hər kəs Quranı açıb oxuyub, onu düzgün doğru başa düşmür. Elə insanlar var ki, Quranı oxuyur, azır. Eləsi var, Quranı oxuyur və axırda deyir ki, mən özüm Peyğəmbərəm. Quranı oxuyub, ha. Quranda görür ki, son Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemdir. Amma görürsünüz, Quran onu haqq yoldan çıxardır. Allah subhanahu teala Quran-ı Kərimdə nə deyir? Zəlikəl kitabu la raybe fi huden lil muttaqin. Bu, içində heç bir şək şübhə olmayan, fikir verirsinizmi? Bu kitabda şək şübhə ola bilməz. Bu, içində şək şübhə olmayan, Allahdan qorxanlara doğru yol göstərən kitabdır. Deməli, Allahdan qorxanların qəlbinə heç bir şək şübhə düşmür. Amma Allahdan qorxmayan, Allahı tanımayan, Quranı açıb oxuyur ki, qiyamət günü diriləcəklər insanlar. Deyir, bu boş şeydir, kim o dünyadan kim qayıdıb ki? Və s. nə qədər belə ayələri görür və ayələrə istehza ilə yanaşır. Ayələri qəbul etmir. Qurana iman gətirmir. Və müşriklər də həmçinin. Axtarırlar ki, görsünlər, nəsə tapsınlar. Birdən o dövrdə bir ayə nazil olur. Allah subhanahu deyir ki, müşrikləri və onların ibadət etdiklərini cəhənnəmə dolduracaq. Yəni, müşrikləri və onların bütlərini. Həmin vaxt müşriklər sevinir. Deyir, deməli, İsa aleyhissalam da cəhənnəmə gedəcək. Uzeyr də cəhənnəmə gedəcək. Çünki onlara da ibadət edilir. Onda onların o dediklərinin əleyhinə Peyğəmbər sallallahu aleyhi ve sellem onlara rədd edir. Deyir ki, bu ayədə qəsd edilən İsa aleyhissalam deyil. Çünki İsa aleyhissalam Maidə surəsidir, səhv eləmirəmsə, yoxsa Ali İmran surəsi. Axırlarında Allah subhanahu teala qiyamət günü ona deyəndə ki, sən demişdin insanlara ki, mənə və mənim anama ibadət edin. O deyəcək ki, ey Rəbbim, mənə yaraşmayan bir şeyi mən onlara demərəm. Desəydim, sənə xəbərin olardı. Fikir verin, İsa aleyhissalam deməyib onlara ki, onlar ona ibadət etsinlər. Onlar öz yanlarından başlayıblar ona ibadət etməyə. Deməli, ona ibadət edəndə ona yox, onun timsalında olan cinlərə ibadət edirlərmiş. Və onların ibadət etdiyi həmin o cin, yaxud İslam termini nə desə, tağut, bunların hamısı cəhənnəmə gedəcək. Bax, Qur'anı başa düşməyəndə, düzgün başa düşməyəndə axırı belə olur. Bir misal da çəkək, yeri gəlmişkən. Deməli, Quran-ı Kərimdə səhv eləmirəmsə, Ən'am surəsindədir. Allah Subhanahu teala həmin ayədə deyir ki, o Allah ki, həm göydədir, həm də yerdədir. Və bu ayəni bir çox təriqətçilər istinad edərək, bu ayəni əsas götürərək deyirlər ki, görürsünüz ki, Allah hər yerdədir. Həm göydədir, həm yerdədir. Onlara biz deyirik ki, axı, Allahın yaratdığı məxluqatın içində nə qədər nöqsanlar var. Məsələn, zibilxanalar var, ayaq yollar var,
murdar yerler var, zina edilen yerler var, içki içilen yerler var vs. Siz demək istəyirsiniz ki, bu yerlərdə pak və müqəddəs olan Allah var. Ayıb deyil sizə. Biraz Quranı mütaliə edin. Bu ayənin izahını digər ayədə tapacaqsınız. Bu ayədə səhv eləmirəsəm Məaric surəsindədir. Huvallahu fis-səmai ilahun və fil-ardı ilah. Eyni ayədir, bir dənə ayə ilah kəlməsi artırılıb. O Allah ki, həm göydə ilahdır, həm də yerdə ilahdır. Bu nə deməkdir? Bu ayə o birini izah edir. Yəni göydəkilər də ona ibadət edir, yerdəkilər də. Göydəkilər üçün də ilahdır, yerdəkilər üçün də. Yoxsa ki, hərfi mənada birinci ayədə olduğu kimi izah edib deyəsən ki, zatı ilə hər yerdədir. Bu doğru düzgün deyil. Yəni Qur'ana birbaşa ziddir. Deməli, 5-ci, onların Peyğəmbər sallallahu aleyhi və sələmi gözdən salmaq üçün iddialarıdır ki, güya Peyğəmbər sallallahu aleyhi və səlləm o dövrdə Quran ayələrini kitab əhlindən öyrənib və özü o cümlələrə biraz düzəliş verib, Quran olaraq insanlara təqdim edib. Allah Subhanahu taala ayə nazil edir. Ayədə deyir ki, onlar deyirlər ki, o Qur'anı Muhammədə 2 gənc öyrədir. Halbuki onların dedikləri o gənclərin dili əcnəbi dildir. Diqqət edin, əcnəbi dil. Bu o deməkdir ki, əcnəbi dildə olan Quran sayılmır. Əcnəbi dildə nə varsa, o yalnız əcnəbi dilə aid olur. Yəni, tərcümə sayıla bilər. Başqa bir nəsə sayıla bilər, amma Quran sayılmır. Quran həmin ayənin ardı gəlir. Bu isə fəsahətli, bəlağətli ərəb dilində olan Qurandır. Diqqət edin, deməli, Quran-ı Kərim Allah Subhanahu taala ərəbcə nazil edib və ərəbcə yalnız o Quran sayılır. Beləliklə, müşriklərin bütün o qurduqları hilələr boşa çıxır. Və dəfələrlə biz demişik, 15 əsrdir ki, müşriklər, kafirlər, münafiqlər və digərləri Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməyənlər hilə qururlar, qururlar və quracaqlar da ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi nüfuzdan salsınlar. Onun gətirdiyi bu risaləni, yəni Quran-ı Kərimi və onu izah edən o gözəl, mübarək kəlmələri, Peyğəmbər s.ə.v-in izahını gözdən salsın, nüfuzdan salsın, unuttursun. Amma Allah s.ə.v qoruyur və bundan sonra da qoruyacaqdır. Hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə ərinəl həqqə həqqən vərzuqnə tibəə və ərinəl batilə batilən vərzuqnə ictinəbə. Allahım, haqqı bizə haqq olaraq göstər və bizi haqq yola yönəlt. Və belə batili bizə batil olaraq göstər və bizi ondan uzaq et. Subhanək Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.